Salam hörmətli izləyicilər. Sizə Xırdalanda, mərkəzdə, Sultan Şadlıq Sarayı yanında eksperimental proyektlidir daş bina. 5 mərtəbəli daş binanın birinci mərtəbəsində. Çöldən də 7-8 pləkan hündürdə. 2 otaqdan 3 otağa düzəlmə mənzil təqdimatına gəlmişik. Təqdimata qonaq otaqla başladıq. Əla təmirlidir, təmirdən sonra yaşayış olmalı. Burada balkon hissədə mətbəxdə yığılıb, kollektor sistemi, kombi sistemi. Burada yığılıb, gördüyünüz kimi belə səliqəli, gözəl mətbəxdə yığılıb. Burada binanın arxasında yer var. Sadəcə o yer də bura aiddir. Çöldən də onun girişi. Gördüyümüz kimi bura belə mətbəxdir. Burada bir qonaq otağımız. Mətbəxin də yeri istipoldur. Qranit olan yerlər hər biri istipoldur. Bura giriş hissədir. Gördüyümüz kimi belə giriş hissə. Burada bir dənə yataq otağıdır. Burada uşaqlar üçün nəzərdə tutulmuş bir yataq otağıdır. Buranın da yeri istipoldur, koridordur, mətbəx, sanuzin hissəsi. Burada da hörmətli izləyicilər, sanuzin hissəsidir. Bütün aksesuarlar quraşdırılıb, təmir olunub, təmirdən sonra mənzildə yaşayış olmayıb. Hörmətli izləyicilər, mənzilimiz Xırdalanda, mərkəzdə, Sultan Şadlıq Sarayının yanında 119 nömrəli marşrut binanın qabağından keçir. Heydər Parkına da 3-4 dəqiqə belə piyada məsafədə. Eksperimental daş binadır, 5 mərtəbəli yaşayışlı binanın birinci mərtəbəsidir. Çöldən də yanı hündürlüyü 7-8 pləkan hündürdəndir. 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Bu hardasa saya belə bir 75 kvadrata yaxın var. Kupçada bunlar 50-53 kvadrat gedir. Sənəd kupçadır. Qiymət 93 min manatla təyin olunub. Təbii ki, real müştərilərə sahibi tərəfindən endirim nəzərdə tutulub. Real müştərilər buyurun zəng vurun. Diqqətinizə görə çox sağ olun.